Dəhşətli partlayışla bağlı rəsmi məlumatları diqqətinizə çatdırıram. Bir qədər öncə dedim axı məlumatla bağlı ki, bu rəsmi məlumatlar deyildi, yayılan ümumi məlumatlar. Rəsmi məlumat belədir. Demək, ilkin olaraq Alov zavodundan açıqlama gəlib. Alov zavodundan bildiriblər ki, Müdafiə Sənayesi Nazirliyi Alov zavodunda partlayış baş verməsinə dair yayılan xəbərlərə münasibət bundan ibarətdir ki, bu zavodda, Alov zavodunda hər hansı partlayış və yanğın baş verməyib. Soruşa bilərsiniz ki, partlayış harada baş verib? Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatını diqqətinizə çatdırıram. Fövqəladə Hallar Nazirliyi Mətbuat Xidmətinin məlumatı, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının ərazisində yanğınla müşahidə olunan partlayışın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək. Qeyd edək ki, bəzi media resurslarında Alov zavodunda partlayışın ya yanğınla müşahidə olunan partlayışın baş verməsi barədə verilən məlumatlar həqiqətə uyğun deyil və bu partlayışın kinostudiya ərazisində olduğu deyilir. Maraqlı bir sual çıxır ortaya. Alov zavodu ilə kinostudiya ərazisi yaxındır, yəni ümumiyyətlə. Bu ərazidə, məhz o qapalı yerdə bax, bu baş verən partlayışın səbəbi nədir və ümumiyyətlə bu partlayışa səbəb olan pirotexnik vasitələr və böyük bir gücə malik olan bir partlayış olub. Bilirsiniz ki, çox böyük bir radiusda eşidilib. Hətta 3-cü mikrorayon ərazisində də bir qədər aralıda insanlar evində bu partlayışın təkanı hiss etmiş olublar. Yəni, yəqin ki, bununla bağlı açıqlama verəcəklər. Rəsmi məlumatları diqqətinizə çatdırdım.